Babək rayon icra hakimiyyətində vətəndaşların polis orqanlarına müraciəti zamanı hüquqlarının qorunması mövzusunda maarifləndirici tədbir olub. Müvəkkil aparatı barədə Babək rayon icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili aparatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə vətəndaşların polisə müraciət edərək malik olduqları hüquqlar, müraciətlərin qəbul olunması qaydaları və hüquqların qanunvericiliyi ilə qorunması mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hər bir vətəndaş polis orqanlarına sərbəst müraciət etmək, müraciətin obyektiv araşdırılmasını tələb etmək və nəticəsi barədə məlumat almaq hüququna malikdir. Qeyd olunub ki, polis əməkdaşları müraciət edən şəxslərlə etik davranmalı, onların şərəf və ləyaqətinə hörmətli yanaşmalı və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Eyni zamanda vətəndaşların hüquqi yardım almaq, vəkil dəvət etmək və hüquqları pozulduğu halda aidiyyatı qurumlara müraciət etmək imkanları da diqqətə çatdırılıb. Tədbirin əsas məqsədinin vətəndaşların hüquqi maarifləndirilməsinin artırılması və dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimadı möhkəmləndirilməsi olduğu vurgulanıb. Sonda Ombudsman aparatının fəaliyyəti ilə bağlı video çarx nümayiş etdirilir.